İnsanlar bəzən ChatGPT-dən düzgün şəkildə istifadə etmək qaydasını bilmirlər. Təbii ki, ChatGPT-də bəzi elmi qaynaqlar, elmi məqalələr və yazılar olduğu üçün bu bizə bəzi yerlərdə köməklik göstərə bilər. Qısa və operativ bəzi problemlərimizi həll edə bilər. Amma bu o demək deyil ki, biz bütün psixoloji problemlərimizi, müalicəmizi və s. kimi hamısını ondan soruşaq və ona uyğun davranaq. Bu təbii ki, insanın psixoloji durumu üçün çox böyük bir riskdir. Bəzi psixoloji pozuntular gecikə bilər, müalicə tamamilə yanlış gedə bilər. ChatGPT-dən düzgün şəkildə istifadə etmək bəzən bizim həyatımızda həqiqətən də operativ çözümləri əldə etməyimizə səbəb ola bilər. Davamlı olaraq ChatGPT-yə yazdığınız problemləriniz, xüsusən də psixoloji problemləriniz və ya pozuntularınız sizdə müvəqqəti olaraq rahatlama hissi verə bilər. Təbii ki, heç bir süni intellekt insanın psixoloji problemlərini, pozuntularını bir psixoterapeut kimi dəyərləndirə bilməz və ona uyğun müalicə proqramı hazırlaya bilməz.